Rahat əyləş ya da uzan. Dərindən nəfəs al və yavaş-yavaş nəfəs ver. Bütün gərginlik bədənindən axıb gedir. İndi bu an sən artıq nəzarəti buraxırsan. Sən bir sahəyə daxil olursan. Bu sahədə hər şey mümkündür. Dərindən nəfəs al və yavaş-yavaş nəfəs ver. Təsəvvür et ki, bədəninə yumşaq, qızıl bir işıq enir. O işıq dərinə toxunur, ürəyinə, qadınlığın mənbəyinə. Sən qadınsan. Sən sevginin, həyatın və bolluğun mənbəyisən. Sən varlığınla yetərlisən. Sənin içində bir maqnit var. Sən yapışmırsan. Sən cəlb edirsən. Sən gözləmirsən. Sən seçirsən. Və sən nəyi seçirsənsə, o artıq sənə doğru gəlməyə başlayır. Hiss et. Sənin enerjin elə bir məkandır ki, ora sərmayə qoymaq istəyirlər. Kişilər bunu hiss edir. Onlar yanından laqeyd keçə bilmir. Onlar səninlə maraqlanır. Sənin diqqətini çəkmək istəyirlər. Səni sevindirməyə, xoşbəxt etməyə fürsətlər axtarırlar. Çünki sən layiqsən. İndi isə icazə ver, enerjilər hərəkətə keçsin. Mən suallar deyəcəm. İstəsən dalınca təkrar edə bilərsən. Səsli və ya səssiz. Cavab verməyə çalışma. Sadəcə icazə ver, bədənin, şuurun və enerjin hiss etsin və cavabları evrəndən qəbul etməyə hazır ol. Özümə qayğı, pul, hədiyyə və sevgi qəbul etməyə icazə verəndə əslində nəyi seçirəm? Hər şeyi tək etməyi buraxsam,
başqa nələr mümkün ola bilər? Bəlkə kişinin səxavəti onun borcu yox, ürəkdən istədiyi bir şeydir. Bəlkə artıq dəyərli olmaqdan qorxmağı buraxsam, mən pul dilənçisi kimi görünmək qorxusunu kimdən aldım? Bu his həqiqətən mənimdirmi? Mən bolluq enerjisi olsaydım, indi özümü necə hiss edərdim? İcazə versəm, kişinin mənim həyatımda yaratdığı töhfə nə ola bilər? Pul, kişilər və sevgi haqqında hansı həqiqətləri bilirəm, amma heç vaxt qəbul etməmişəm. Bugün nələri qəbul edə bilərəm ki, bu mənim reallığımı dəyişsin. Bəlkə də istədiyim hər şey artıq yoldadır. Mən onun gəlməsinə icazə verəcəyəmmi? Hiss elə necə dəyişirsən. Sən artıq 5 dəqiqə əvvəlki qadın deyilsən. Sən parlayırsan. Sən qəbul etməyə açıqsan. Sən qəbul edirsən. İçindəki o sakit gücü hiss et. Tələb etməyən, yapışmayan, sadəcə mövcud olan və cəlb edən qadın kimi. Növbəti cümlələri təkrar et və ya sadəcə dinlə. Mən sevgi, səxavət və diqqət üçün bir maqnitəm. Mən sevgi maqnitiyəm. Mən məni sevən, qayğı göstərən və mənə səxavətlə sərmayə qoyan bir kişiyə layiqəm. Mən sevgiyə layiqəm, qayğıya layiqəm. Mən sevgi maqnitiyəm. Mən hədiyyələri, qayğını və pulu asanlıqla və sevə-sevə qəbul etməyə özümə icazə verirəm. Mənə olar. Mənə qəbul etməyə olar. Mən sevgi maqnitiyəm. Mənə sakitlik, dərinlik və güvən hissi verən münasibətləri seçirəm. Mən seçirəm. Sevgi seçirəm. Mənim cəlb etdiyim kişi mənə heyran qalır və enerjimi dəyərləndirir. Mən kişiləri heyran edirəm. Mən sevib sevilirəm. Mən sevgi, diqqət və bolluqla dolu ən gözəl şeyləri almağa layiqəm. Mən bolluq maqnitiyəm. Mən bolluq mənbəsiyəm. Mən sevgi mənbəsiyəm. Mənə olar. Mən elə bir qadınam ki, ona sevə-sevə sərmayə qoyurlar. Mən sevib sevilirəm. Özümü sevirəm.
Mən arzularımı və ehtiyaclarımı rahatlıqla ifadə edirəm və onlar eşidilir. Mənə olar, özümü dəyərləndirirəm. Mən güclü, səxavətli və yetkin bir kişiyə hazıram. Mən qayğıya layiqəm, mən özümü sevirəm. Mənim enerjim elə bir hədiyyədir ki, kişi bu enerjidən ilhamlanır və daha çox məni sevindirmək istəyir. Kişi məni sevindirmək istəyir. Mən sevib sevilirəm, arzularım həyata keçir. Dərin bir nəfəs al və yavaş-yavaş nəfəs verdikcə hiss et necə enerjin dəyişilir. Sən artıq başqa enerjidəsən. Özünə təşəkkür et. Kainata təşəkkür et. Həyatına gəlməkdə olan kişiyə təşəkkür et. Sən o qadınsan ki, onu sevindirmək, diqqət göstərmək istəyirlər və sən artıq qəbul etməyə hazırsan.